Değerli cemaat, sual veren soruşur ki, imamın arkasında dayanıb namaz kılan şəxs, imam Səmi'allahu limen hamideh deyib rükudan qalxdıqdan sonra o da Səmi'allahu limen hamideh deyib rükudan qalxırmı? Yoxsa Səmi'allahu limen hamideh deməsinə ehtiyac yoxdur? Rabbena və lekel hamd deyib rükudan qalxırmı? Əziz cemaat, Səmi'allahu limen hamidah demək həm imama, həm də özü tək başına namaz qılan şəxsə vacibdir. Alimlər və elm əhli söyləmişlər ki, həm imama, həm də özü tək başına namaz qılan şəxsə rükudan qalxan zaman Səmi'allahu limen hamidah demək vacibdir. Eləcə də alimlər söyləmişlər ki, həm imama, həm imamın arxasında namaz qılana, həm də özü tək başına namaz qılan şəxsə Rabbena və lekel hamd demək vacibdir. Bu alimlərin ətrafında ittifaq edib yekdil rəydə olduqları mövzudur. Həm imam, həm də özü tək namaz qılan Səmi'allahu limen hamidah deyərək rükudan qalxır. Həm imam, həm imamın arxasında namaz qılan, həm də özü tək başına namaz qılan Rabbena və lekel hamd deyib söyləyir. İxtilaf olan isə sualda qeyd olunduğu kimi imamın arxasında namaz qılan şəxs, imam Səmi'allahu limen hamidah deyib başını rükudan qaldırdıqda, o da Səmi'allahu limen hamidah deyib başını rükudan qaldırmalımı? Yoxsa o Səmi'allahu limen hamidah demir, ehtiyac yoxdur. Rabbena və lekel hamd deyərək başını rükudan qaldırır. Bəzi alimlər söyləmişlər ki, məzhəb fəqihləri xüsusilə də həm imam, həm də imamın arxasında namaz qılan rükudan qalxarkən Səmi'allahu limen hamidah deyir. Həm imam, həm də imamın arxasında namaz qılan rükudan başını qaldıran zaman Səmi'allahu limen hamidah deyir. Bu haqda Allah Resulü sallallahu aleyhi və səlləmin hədisi vardır. Fəizə qalə Səmi'allahu limen hamidah fəqulu Səmi'allahu limen hamidah Rabbena və lekel hamd. İmam Səmi'allahu limen hamidah dedikdə siz də Səmi'allahu limen hamidah Rabbena və lekel hamd deyin buyurur. Həmin bu alimlərin görüşünün dəlili bu hədisdir. Həm imam, həm də imamın arxasında namaz qılan Səmi'allahu limen hamidah deyərək rükudan qalxırlar. Cumhur alimləri isə söyləyirlər. Alimlərin əksəriyyəti, alimlərin böyük bir çoxsu söyləyirlər ki, İmam Səmi'allahu limen hamidah deyib rükudan qalxan zaman arxadakı şəxslərin Səmi'allahu limen hamidah demələrinə ehtiyac yoxdur. Onlar Rabbena və lekel hamd deyərək başların rükudan qaldırırlar. İmamın arxasında namaz qılan şəxslərin Səmi'allahu limen hamidah demələrinə ehtiyac yoxdur. Onlar rükudan qalxan zaman Rabbena və lekel hamd deyib qalxırlar. Bu haqda Allah Resulü sallallahu aleyhi və səlləmdən həm sözlə olan hədislər vardır, həm də onun əməli daha çox etmiş olduğu hədislər vardır. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, imam Səmi'allahu limen hamidah dedikdə siz deyin Rabbena və lekel hamd. Rabbena və lekel hamd deyib rükudan qalxın. Allah Resulü sallallahu aleyhi və səlləmin sözlə söylədiyi həm bu hədis, həm də onun əməllərinə baxdıqda əksərən etdiyi bu olmuşdur. Əksərən etdiyi, tövsiyə etdiyi sahabələrin etmiş olduğu bu olmuşdur. Səmi'allahu limen hamidah deməyə ehtiyac yoxdur. Arxada imama tabi olan şəxs deyir Rabbena və lekel hamd. Sonra müstəhəbdir deyə bilər həmdən kəsiran tayyibən mübarəkən fih. Bu cumhur alimlərinin əksəriyyətin görüşüdür. Allah bilir ən doğrusun, ən yaxşısın, səhih olan da, doğru olan da məhz budur. İmamın arxasında dayanan şəxs Səmi'allahu limen hamidah demir, o Rabbena və lekel hamd deyərək rükudan qalxır. Lakin qiymətli cemaat, kimsə yanımızda, ətrafımızda İmam Səmi'allahu limen hamidah deyib rükudan qalxdıqdan sonra, o da Səmi'allahu limen hamidah deyib rükudan qalxıb sonra Rabbena və lekel hamd deyirsə, onu çox da qınamayaq.
onu azarlamayaq, onu incitməyək. Ona görə ki, bu haqda da Allah Resulü sallallahu aleyhi və səlləmdən səhih, sabit hədis vardır. Bu görüşü fəqihlər, alimlər söyləyirlər. Məzhəb müştehidləri söyləyirlər. Ona görə də onun əməlin, sən xata etdin, sən düzgün etmədin, namazında savab az oldu deyə qınamayaq, çox da incitməyək. Lakin hikmətlə, gözəl öyüd nəsihətlə daha doğru rəyin, daha düzgün rəyin məhz cumhur alimlərinin rəyinin olmasını söyləyək. Ona sən də doğru etdin, sən də düz etdin. Lakin gəl bərabər bir bəhs edək. Əksər alimlərin söyləmiş olduğu üstün olan görüş budur ki, İmam Səmi'allahu limən hamidə dedikdə arxadakılar Səmi'allahu limən hamidə demir, Rabbənə və ləkəl həmd deyərək rükudan başını qaldırır.